Bu günləri ilk sərhədçi generalımız Mustafa Nəsrovun xatirəsinə həsr olunan rəsm müsabiqəsinə yekun vuruldu və bizim müsabiqənin qalibi Fatimə xanım Qurbanovadır. Və biz belə qərara gəldik ki, Fatimə xanımın özü ilə məhz burada onun emalatxanasında bu şəkillərin, əsərlərin deməli ərsəyə gəldiyi bir emalatxanada görüşək. Əvvəla Fatimə xanımı təbrik edirik. Fatimə xanımın da gələcək işlərində uğurlar arzulayırıq və Fatimə xanım bu vaxta kimi özünün bir neçə bu isimdə vətənpərvərlik mövzusunda əsərləri də var. Və istərdik ki, Fatimə xanımın öz fikirlərindən var. Buyurun Fatimə xanım. Əvvəla bu layihədə iştirak etdiyim üçün sizi buyuram. Təşəkkür edirəm ki, müsabiqədə iştirak etmək üçün mənə şərait yaratdınız. Sosial şəbəkədə belə bir layihənin olduğunu gördüm və qatılmaq istədim. Düzünü demək olarsa, mən generalımız haqqında geniş məlumatım yox idi və müsabiqəyə qatıldıqdan sonra onun həyat və yaradıcılığı barədə daha geniş məlumat topladım. Mən vətənpərvərlik mövzusunda bir neçə müsabiqəyə qoşulmuşdum və bu layihəni də gördükdə istədiyim qoşulum və nə yaxşı qoşuldum, qalib oldum. Sizə təşəkkür edirəm geniş məlumatınız üçün. Biz sizə təşəkkür edirik, Fatimə xanım təbrik edirik. Fatimə xanıma mükafatı təqdim edirik qalib gəldiyi üçün və eyni zamanda Fatimə xanım qeyd elədi ki, generalımız haqqında məlumatı yox idi. Fatimə xanım, bizim deməli qəhrəmanlarımızı tanıyan rubrikamız var və ilk olaraq Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsrov əsr oldu. Bəzən bizim gənclərimiz, yeniyetmələrimiz kitab oxumağa bir dəqiqə maraq göstərmədiyi üçün ilk dəfə olaraq biz QR kod vasitəsilə bunu həyata keçirmişik ki, istənilən bizim deməli, uşaqlar, gənclər, yeniyetmələr QR kod vasitəsilə telefona daxil olaraq generalımız haqqında məlumat əldə edə bilirlər. Bu həm Azərbaycan dilindədir, həm Rus dilindədir və eyni zamanda da Azərbaycanın gözəl məkanları olan Heydər Əliyev mərkəzi və İçəri şəhərin gözəl bir açıqçalarını sizə təqdim edirik. Bir daha sizi təbrik edirik, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq və sizin də arzularınızı bilmək istəyiriz. Mən də sizə təşəkkür edirəm. Layihədə mənə yer ayırdığınız və qalib olduğum üçün çox sevinirəm. İnşallah gələcək layihələrimizdə də yenidən qoşularam. Ümid edirəm ki, yenidən qalib olaram. Çox sağ olun. Bir daha təbrik edirik. Çox sağ olun.